Mən şəhidimiz Əliyev Vətən haqqında şeir demək istəyirəm. Şeiri yazıb şəhidimizin hərbiçi yoldaşı Rəşid Əhmədov, şeiri səsləndirir mən Kamran. 39 yaşlı Murov Qartalı. Murov dağı uğrunda gedən döyüşdə möhkəmlənmiş postları ələ keçirdi. Büdrəsə də, yıxılsa da, qalxıb ayağa getdiyi yolunu düzgün seçirdi. Bir evdən 3 qardaş hərbiçi olub, həm silahdaş olub, həm qardaş olub, əskərin dostu olub, qəhrəman olub, 39 yaşlı Murov Qartalı. Ən hündür əl çatmaz mövqeləri, çətinliklə yarıb keçdi sipəri, gözünü qırpmadan getdi irəli, 39 yaşlı Murov Qartalı. Fədakar zabitimiz